Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Hər birinizi hoş gördük kanalımda. Dostlar, hamınız cücələrimizin, ətli cücələrin, nə bilim hündüşkaların son vəziyyətlərin marağı gəldi sizlərə. Ona görə bu videoda bacardığım qədər heyvanların son durumu ilə bağlı sizlərə məlumat verəcəm. İlk öncə bunlardan da başladım. Çünki həm bunların, həm də ətli cücələrin altları ucu dəyişəcək. Yəni süpürüb götürürük, amma ucu çox bulaşdığı üçün bunlar dəyişəcək. Dedim dəyişmədən öncə sizlərə çəkim göstəreyim, daha sonra dəyişim. Deməli bu cücələrimiz ayın 11-i çıxıb, bugün də ayın 25-idir. Yəni fevralın 11-i çıxıblar, bugün də ayın 25-idir. Hələ də qabaqlarında ətli broiler yemi var. Üzr istəyirəm. Başlanğıc broiler yemi var. Qabaqlarında da adi sudur belə. Bunlara dərman vermişəm. Cəmi bir dəfə tədbir olaraq bu boyda qaba, yəni bu 2 litr yarımzat tutur. Harsı 2 litr suya 3 dənə elə belə oksitofosqrin qarışdırıb vermişəm. O da elə belə qarınları falan ağrımayıb, şükür Allaha kimi heç bir şey olmayıb bunlara. Adicə elə yem vermişəm, suyun vermişəm. Artıq sularına da 10 günü ötdüyünə görə adi su doldurub qoyuram. Elə adicə krankdan suyu doldurub qoyuram bura. Heç bir problem yoxdur bunlarda. Yerlərində baxın belə böyük 2 dənə işıq yanır. Əvvəl bu 2 dənə böyük işıq idi. Sizə demişdim ki 3-4 gün sonra dəyişəcəm. 3-4 gün sonra dəyişdim. Bugün biraz hava yaxşıdır. Bir neçə gündə havalar sərin keçir deyə artıq gətirdim. Balaca işıq açdım, təzədən yenə böyük işıq bağladım. Düzdür, anaları yanındadır, heç bir problem yoxdur, soyuq olmaz. Sadəcə mən istəyirəm ki, anaların altında heç yatmasınlar, aktiv şəkildə gəzsinlər, yesinlər, içsinlər. Yəni son vəziyyətləri də bunların budur. Baxın, içində buraxmalarımız da bəlli olur. Göstərim. Biraz anası burağandı, baxın o buraxmalıydı, baxın. Yəqin ki gördük, baxın. O ağızca. Var bir neçə dənə, prosta anası biraz da burağandı, hürkəydilər məndən də. Hava soğuk olur deyə üstlərini bastırırıq, yemlərin sularını qoyub üstlərini bastırırıq deyə adama öyrəşməyiblər də, başa düşürsünüz, biraz hürkəydilər. Yəni bu cücələrimizin dediyim kimi son vəziyyəti budur. Hələ də başlanğıc broiler yemi verirlər. Çünki hələ 14 günlükdülər, 15 günlərin içindədirlər, 14 günlükdülər daha doğrusu. Yəni inşallah ki, hələ bir 22 gündə, 25 gündə, 20 gündən sonra artıq növbəti yemlərə keçəcəyik. Onda da sizlərə çəkib paylaşacağım. Keçək digər heyvanlarımızı da göstərim sizə. Dostlar, bu da Rus 8 cücələrimizin son durumudur. Bunların altları da artıq bugün dəyişəcək, süpürüb götürürük, amma bir neçə gün elə də batırmırlar altlarını. Artıq dəhşətli şəkildə altlarını batırmağa başlayıblar da. Yəni gündə 2 dəfə, 3 dəfə altları süpürülüb götürürlər, amma yenə də batırırlar altların. İndi bugün bunların da altları dəyişəcək. Bugün dediyim, hətta indi bunların altları dəyişəcək. Sadəcə çəkib sonra sizlərə göstərmək istəyirəm. Bunların da suları qabaqlarında. Siz də deyin, inkişaf yəqin ki var. Siz də bu inkişafı hiss eləyərsiniz bu cücələrdə. Demək, bunlarda da bir dənə işıq qoymuşdum. Yadınızdadırsa, gördüm o işıqla olmur. Biraz soyuq olur. Bir dənə də balaca işıq qoymuşam. Qutu da balaca olduğu üçün hələ ki durumları yaxşıdır. Hələ ki də bu qutu bunlar üçün balaca deyil. Əslində biraz daha böyük qutu olsa daha yaxşı olardı. Həm yerlərini də gec batırardılar, amma bir neçə gün havalar çox soyuq olacaq. Hətta sulu qar filan da göstərir bura. Ona görə dəyişəcəkdim yerlərini. Sadəcə o soyuq havalar gəldiyi üçün istəyirəm qoy burada qalsınlar. Çünki yeni keçirdiyim yerdə birdən istiliyi düzənləyə bilmərəm. Soyuq olar deyə qorxuram. Ona görə burada qalsınlar deyə düşünürəm. Demək, biz bu cücələri götürəndə bu həmişə məsələn kənddən aldığım insan var idi ha. O da oradaydı. Çünki cücələr elə bir kəndimizin girişinə qədər gəlirdi. Bizdən sonraki, yəni İmişli taksisinə verilmişdi. O da buradan keçəcəyinə görə, bizim kəndimizin qabağından keçəcəyimizə görə ki, atam kəndin girəcəyindən götürəcəkdi bunları. Orada o, yəni həmişə cücələri aldığımız deyirdim, kənddən alıram. O adam görüb deyib ki, şeydir, o cücələr böyüməyəcək. Onların yumurtası Azərbaycanda ki fermalardandır. Onlar böyümürlər, yaxşı inkişaf eləmirlər. Mən Türkiyədən gətirilən yumurtalardan çıxan balalardan gətirirdim sizə. Ona görə içimə biraz qurt düşdü ki, ay Allah, görəsən məni aldatdılar həqiqətən. Bu cücələr böyüməyəcək, inkişaf eləməyəcək deyə çox qorxdum. Amma inkişafları cücələrimizin çox da hələ ki çox qəşəng gedir. Yəni gələcəkdə nə olacaq bilmirəm, amma çox qəşəng inkişafları gedir. İndi o insan yəqin ki ondan almamışıq deyə incidirmi, yoxsa nəsə də bilmirəm, o söz deyib. Amma hələ ki qəşəng inkişafları gedir. Amma dediyində də həqiqət var ki, bəzən düz deyir. Məsəl üçün alınır Rosçu 8 cücələr, elə həmin o aldığımız insanlar da bəzi illərdə olub ki, insanlar alıblar. Məsələn bir dönüş gətiriləndə ümumiyyətlə
cücələr böyümür, inkişaf eləmir. İndi o ola bilər ki, məsələn, inkubatorda istiliyi falan çox verə bilirlər. O bizdə bu lori dildə desə ciyarı bişib deyirik biz ona da. Yəni çox istilik falan veriblər, və yaxud ki nəsə də nəysə ayarlayamırlar. Onda bir də görsən ki, cücələr inkişaf eləmir, amma bu nadir hallarda olur. Ben bunu dediyim kimi Tunar Quşçuluqdan almışam. İlk dəfə də almışam. Bu sponsorluq deyil, bir şey deyil. Pulumu verib almışam, yol pulumu verib almışam. Amma yəni məndən soruşanlar olur ki, hardan alırdınız, nə edirdiniz? Ona görə demək istəyirəm ki, TikTokda Tunar Quşçuluq yazsa sadə səhifələri çıxır. Göndərişdə edirlər. 1 manat 20 qəpiyə almışam cücələri, bir də yol pulumu vermişəm. 10 manatda rayonuma gələn taksiyə yol pulumu vermişəm. Siz 50 dənədən çox alsanız özləri göndəriş edirlər bildiyim qədərilə. Bizim rayonda da avtovağzal yoxdur deyə belə taksilərlə gətiririk, yoxsa daha ucuz başa gələ bilərdi. Sularını içirlər, yeyirlər, inkişaflarını da zaten görürsünüz. Mən də bir dənəsini əlimə götürüm, baxın əlimdə. Məsələn, mən də əlim balaca deyildi, onu da nəzərə alın. İndi bilmirəm telefonda sizə necə görünür, videoda sizə necə görünür, amma mən də yəni 1.90 boyum var, əlim bayağı bir yekədir də, böyükdür. Ona görə əlimdə götürdüm ki, sizə təxmini boyutunu görərsiniz. İndi bunlar çəkilik deyildiyini sizə bunun qramajını çəksin demirəm, amma növbəti günlərdə, irəliləyən günlərdə inşallah bunları çəki ilə də sizə deyəcəm ki, hə, məsələn, filan günündə filan çəkidədilər, amma maraqlı gələnlər var idi deyə göstərmək istedim. Bunlar da hələ ki başlanğıc broiler yemi yeyirlər. İnşallah 10 gündən, 12 gündən sonra artıq növbəti yemlərə keçid edəcəm, amma hələ ki bunlara ehtiyac yoxdur. Hələ bəlkə də bir 15 gündə elədim. Baxır o cücənin yeməyinə də. Çünki dediyim kimi dostlar, bunlar biraz oxuntuqlu yem yeməyi sevmirlər. Belə iri-iri olsun istəyirlər də. Ona görə bu yemin içinin irilərini dənləyirlər. Biraz o oxuntu qismi, xırda qismini yemirlər. Ona görə tez dəyişirik ki, yaxşı yesinlər, yemi dağıdıb zay eləməsinlər mənasında. Amma hələ ki yeyirlər. İndi nə qədər yeyə bilsələr, başlanğıc yem digər yemlərə nisbətən daha vitaminli olduğu üçün nə qədər yesələr bundan verəcəm. Amma da 15 gündən o yana verməyə heç özüm də məsləhət bilirəm. 15 gündən sonra artıq yemi mütləq dəyişdirmək lazımdır bunlarda. Amma hələ ki yenə qısaca verirəm, 10 günə kimi dəqiq verəcəm. Altları da təmizlənəcək. İndi saxlayanlar bəziniz deyər ki, nə bulaşıqdır altları, nə batıqdır, amma saxlayanlar bilər ki, zaten bunların altları belədir. İnanın buranı təmizləyib gedim 2 saatdan sonra yarısı yenə həminki durumdur. Çünki çox yeyirlər, dayanmadan yeyirlər, dayanmadan su içirlər və batırırlar. Yəni o da mümkünsüz bir şeydir. Hələ bunun yaxşı vaxtlardır. Birazdan daha ekstra bir durum olacaq yəni burada. Yəni qısacası bunların da son vəziyyətləri bunlar. Hə, onu da deyim ki, bağlamadan bunlara ümumiyyətlə hələ ki dərmanlı su verməmişəm. Yəni heç nə verməmişəm ki, mən bunları bacardığım qədər dərmansız saxlayıram. Ehtiyac da yoxdur. İndi iləride Allah eləməsin birdən qarınları ağrıyar, hansısa bir durum olar. Təbii ki, onda oksitetraskinin verirəm qarın ağrısı üçün. Amma yəni hələ ki ehtiyac yoxdur, ona görə vermirəm. Hündüşkalarımız da buradadır, brahmalarımız da buradadır. İlk öncə limon brahmamız haqqında məlumat vermək istəyirəm. Çünki izləyicilərimdən hal-hazırda 3 nəfər inanın məndən limon brahmanın həm yumurtasının, həm də balasından gözləyirlər. Yəni ona görə videoda məlumat vermək istəyirəm ki, yəni biraz yalan demədiyimi anlasınlar da. Uşaqlar, limon brahmamız cəmi 6 dənə yumurta yumurtadır. Yəni məndə genəldə brahmalar ilə yumurta yumurtayır. Yəni internetdə araşdıranda göstərir ki, brahmalar ildə 80-120 arası yumurta verir, amma olub ha məndə brahma, yəni 80 yumurta verəsi olub, amma həqiqətən o qədər yumurta vermirdi. Özdə necədir? Yəni yumurtayır, qırtlayır, sonra təzədən ayıldırsan, təzədən yumurtayır. Yəni elə verir də il boyunca. Belə dayanmadan oturub bir 30 yumurta, 20 yumurta mənə yumurtayı vermir ki, mən ondan artıra bilim də. Cəmi 6 dənə yumurta verdi. Bunun da biraz da daha az yumurtamasının səbəbi hətta şey ola bilər ki, çünki mən bunları açıq şəkildə saxlayıram, amma yumurta dövründə bunları qəfəsə saldım ki, bu xoruzla, qəfəsə dediyim, yəni bağlı yerə saldım xoruzla fərəni birlikdə ki, ancaq limon brahmadan cütləşsin də, yəni balası o olsun. Ona görə yəqin ki, biraz da stresə girdi, çünki o artıq o dama öyrəşməmişdi, axı elə bir tutdum atdım ora, heyvan biraz stresə girdi. Ona görə yəqin ki, lap az yumurtadır. Normalda ilk dəfə yumurtaya düşəndə biraz yumurtayırlar, bir 15 dənə falan yumurtayırlar. Çünki məndə həmişə belə olur, 15 dənə, 18 dənə belə yumurtayırlar. Amma ümumi brahmalarım həmişə elədir uşaqlar. Maksimum 10-12 dənə yumurtayıb qırt yatırlar. Yəni məndə ondan artıq yumurtayan, yəni təkdə bir brahmam olub ki, 15-18 dənə yumurta yumurtayıb sonra qırt yatıb. O 6 dənə yumurtadan da uşaqlar təəssüf olsun ki, toyuqların altına yığdım.
Deməli 2 dənəsində ümumiyyətlə yaranma olmadı. Bir ilk yumurtasında, bir də ortadakı yumurtalarının birində fərq bilmədim. Yəni içində qanlanma ümumiyyətlə bir yaranış olmadı. Digər yumurtalarından deməli birin toyuq sındırdı. Deməli ikisi o getdi, birini toyuq sındırdı. Hə, 2 dənəsində içində birinin lap böyümüş halda cücə içində öldü. Yəni artıq bir necə deyim, bir 12 gündən sonra, 13 gündən sonra öldü. Birinin də içində qanlanma yarandı, amma daha sonra inkişaf getmədi, dayandı. Yəni ürəyi yarandı, amma inkişaf getmədi, dayandı, elə getdi. Yəni 6 dənə yumurtadan cəmi bircə dənəsində bala var. İndi məsələn sabah bunu satanda da kimsə sənə deyəcək ki, niyə baha satırsan filan, amma düşünün də, yəni 6 dənə yumurta verin mənə, ondan bir dənəsi doludur. O da hələ çıxacaq, çıxmayacaq, o bəlli deyil. Yəni hələ inkişaf hələ çıxmağına var, bir 10 gün, 12 gün var. Yəni düşünün də indi o da axıra kimi çıxacaq, çıxmayacaq. Düzdür, indi bu limon buraxma təzədən yumurtaya düşəcək, yenə yumurtayacaq, amma ilk yumurtasına, yəni bu qədər əziyyət çəkirsən, 6 dənə cəmi yumurta verir sənə, 1 il saxlayıram, 1 yaşı var demək olar o toyuğun. 1 yaşı yoxdur da, bir ən azından bir 10 ay saxladım da. 10 ay saxladım, ondan sonra yumurtaya düşdü. Onda da 6 dənə yumurta verdi, ondan cəmi bir dənəsi doludur. Yəni bunu da niyə görə paylaşıram? Çünki izləyicilərimdən, hətta yaxın dostlarımdan biri də mənim bu cücəsindən istəyib, yumurtasından istəyib. Hamısına da demişəm ki, inşallah olsa verəcəm, amma təəssüflər olsun ki, vəziyyət budur. Yəni onu da açıqlayıb izah etmək istədim sizə. Gələk hündüşkalara, uşaqlar. Hündüşkalarımız hələ ki yumurtamır. Hələ ki bir dəyişiklik yoxdur hündüşkalarımızda. Hə, üzr istəyirəm, zəng gəldi. Hündüşkalarımız da hələ yumurtamır. Bu 2 dənə böyüklərimiz qaldı. Onun fərəsində bu qonşumuza satdıq. Yəni istədi bizdən, ona görə satdıq onlara. Yəni 2 dənə xoruz qalıb, onu da kəsib yeyəcəyik. Bunların da son vəziyyətləri budur. Hamısı xoruzla cütləşib. Hətta bu günləri birinci cütləşən fərə hündüşkamız var idi. Artıq o ikinci dəfə təkrar xoruzla cütləşib. Belə hallar yaşana bilir. Əvvəllər sadəcə bir dəfə cütləşirdi, amma indi bəzən görürsən ki, hündüşka 7-8 dəfə də cütləşir yumurtayana qədər. Hətta yumurtadığı dönəmdə belə cütləşir, yəni qırt yatana qədər. Hələ ki bunların son durumları budur. Çox soruşulur, hündüşka yumurtadır, hündüşka yumurtadır. Uşaqlar, mən zaten istəyirəm ki, nə qədər gec yumurtasa mənim üçün bir o qədər yaxşı. Hələ ki də yumurtamayıblar. İnanın, yumurtayan kimi sizlərə bunun açıqlamasını verəcəyəm və yaxud ki göstərəcəyəm sizlərə durum nədir. Hündüşkalarımız bu daha buradadılar. Bağımızı filan da təmizlədik, şükür Allaha kimi. Yəqin ki görürsünüz ki təmizlik qəşəng olub. Sonra gedək sizlərə ördəklərimizi də göstərim. Yəni bunları da yaxından göstərməyə niyə ehtiyac var bilmirəm. Hündüşkalarımızı dəfələrlə görmüsünüz. O 2 erkəyimiz də artıq böyüdüyü üçün bu hündüşkalarla bərabər gəzirlər. Yəni artıq sürüyə qoşulublar. Təbii ki onları hələ birazdan kesəcəyik. Sonra buraxma xoruzlar satırdıq uşaqlar. Təbii ki burada yoxdular, sizə göstəreyim. Buraxma xoruzlar satırdıq. Buraxma xoruzlar alınmadı hələ ki. Niyə alınmadı? Çünki rayonlardan istəyirlər uşaqlar. Mən rayonlara göndəriş eləyə bilmirəm, təəssüf ki. Dəfələrlə demişəm ki, bizdə avtovağzal yoxdur. Sadəcə Bakıya göndəriş eləyə bilərəm. O da taksi pulunu ödəmək şərtilə. Bakıdan da hələ ki xoruzlarımızı istəyən olmuyor. Çünki Bakıda nə gərək var? Bakıda elə Bakı kənarı kəndlərin çoxsunda buraxma cinsi toyuqlar saxlanılır. Ona görə rayondan almağa nə ehtiyac var? Alanda oradan alır. Hələ ki durum budur. Onları da qeyd etmək istədim sizlərə. İndi satılacaq, satılmayacaq, satılmayacaq, kəsib yeyəcəm. Orada böyük bir problem yoxdur. Çünki buraxma xoruzlar artıq çox böyük bir problem yaradırlar. Demək uşaqlar, bu ördəyimiz hələ ki yumurtlamağa davam edir. Ana ördəyimiz var idi. Biraz bundan daha sonra da başlamasına baxmayaraq artıq qırt yatmaq istəyir. Yəni dünən axşam yerinə girəndən tadım çıxana qədər yumurtanın üstündə yatdı. Sadəcə durdu, getdi. O 1-2 gün elə olur. Daha sonra qırt yatırlar. 2-3 gün biraz yatır durur, yatır durur. Sonra qırt yatırlar. Bu ağ erkek ördəyimizlə də indi göstərim sizə. Ağ dişimiz və ağlı qaralı dişimiz var idi. Onları bir yerə salmışdıq da, bir yerdə. Buradadılar hamısı. Onları bir yerə salmışdıq ki, eyni şəkildə cütləşsinlər. İndi ya ağ dişi ya da ağlı qaralı dişi dünən axşam yumurtaya başlayıb. Onu da sizlərə bildirmək istədim. İndi tam olaraq hansıdır bilmirəm. İndi onu bu axşam ya sabah axşam biləcəm də. İndi bilmirdim yumurtayacaqlar. Yumurtayıb yeni indi axşamlar gedib nəzarət edəcəm. Yatana qədər baxacağam ki, görüm nə vaxt yatıblarsa götürəcəm. Bura bizim gölümüzdür. Bu zibilləri inan ki uşaqlar biz atmırıq. Sadəcə gölə zibil atırlar. Oradan da gəlir filan düşür də bura.
küləkdir, çıxardır, nə bilim nə olursa düşür bura. Yoxsa biz gölə zibil atmırıq. Orada bizim zibil tökdüyümüz yer var. Orada töküb sonra da yandırırıq. Özümüz üçün ayrı yer qazdırmışıq. Bura düşmürük. Zibil də dediyim uşaqlar butulka filandır. Yəni ayrıca bir iğrənc bir şey yoxdur da. Yəni sadəcə butulka filandır. Belə bunların da son vəziyyətləri bunlardır. Çox istəyirdim ki, ağ dişi ilə bu ağlı qaralı dişi sadəcə ağ erkəklə cütləşsinlər. Amma təəssüflər olsun ki, ağ erkəklə cütləşməklə bərabər onunla da cütləşirlər. Eyni ilə də o fərələrimiz var idi. Onlar da bəzən görsən ağla cütləşirlər. Sonra içində bir dənə erkək vardı. Dünənləri kəsdim. Artıq o cütləşməyə başlamışdı. Onu da kəsdim. İndi hal-hazırda kəsməli bir bu ördəyimiz qalıb. Bir də orada erkək ördəyimiz var. O qalıb. O erkək ördəyimiz hələ indi cütləşməyə niyyətinə gəlir. Yəni o hələ bir problem yaratmır, amma içində bir ağlı qaralı erkək vardı. O artıq cütləşirdi. Buranın da suyu batıb, artıq dəyişməlidir. Prosto su yoxdur, təəssüflər olsun ki, uşaqlar həmişə olduğu kimi bizim bu Saatlı rayonunda su qıtlığı artıq indidən başlayıb. Düşünün, yəni yanvar ayında ağaclara su verilməlidir, bağa su verilməlidir. Hələ biz su tapıb yanvar ayının suyunu verə bilməmişik. Artıq fevral ayı da bitir, mart ayı gəlir. Yəni düşünün, yəni 2 aydır, 2 aydır nədir? Hətta bir 3 aydır su yoxdur da, düşünün. Yəni nə bağ suvarmağa su yoxdur, nə başqa bir şeyə su yoxdur. Ona görə buranın da suyunu dəyişdirə bilmirik. Bunun da suyu artıq dəyişilməlidir. Təzə su gəlməlidir ki, bu köhnə çıxsın, təzə gəlsin yerinə. Qalan ördəklərimiz sadəcə bunlardır. Dediyim kimi o dişi ördəklə o kəsiləcək. Digərləri artıq damazlıq olaraq qalacaq. Bu ana ördəklə də fərə ördəyin yumurtasında bir şeylər eləyəcək. Onları da sizlərə danışacağım. İndi danışmıyorum çünki 1-2 günə zaten ana ördəyimiz qırt yatacaq. O qırt yatıranda ətraflı məlumatını verəcəm. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olun, videonu bəyənməyi unutmayın. Videomuz biraz uzun oldu, amma bütün heyvanlar haqqında məlumat vermək istədim ki, artıq o nə oldu, bu nə oldu deyə bir-iki gün sual gəlməsin ən azından. Zaten yeni bir gəlişmə olduğundan siz düşünün uşaqlar. Yeni bir gəlişmə olduğundan mən sizə çəkib paylaşıram. Paylaşmıramsa bir şeylə demək ki, yeni bir gəlişmə yoxdur. Əlavə olaraq da mən də sizlərə çox video çəkmək istəyirəm, amma heyvanlar gündüz hərəsi bir tündə olur. Məsələn, axşam daha uyğundur mənim üçün video çəkmək yerlərində, amma axşam da çəkə bilmirəm. Telefonumun kamerası, arxa kamerası xarab olduğu üçün uşaqlar axşam, yəni biraz qaranlıq ortamlarda və yaxud da ki, elə ortamlarda video çəkə bilmirəm. Çünki odaqlamır. Arxa kamerada problem var. Deyirsiniz ki, Ayxan yeni telefon almışdım. Bəs o nə oldu? Yeni telefonu almışdım. 2 ayda kreditdən ödədim, amma təəssüflər olsun ki, işlərim biraz zəiflədi. Dekabr ayından zəifləməyə başlamışdı. Yanvar ayından sonra da demək olar ki, işim olmayıb. Yəni çox təəssüf ki, olmadı da, yəni belə gətirdi. İşim demək olar ki, olmadı. Yanvar ayından bu yana qədər də 2 ayda iş olmamağı mən zaten qazandıqca xərcləyən bir insanam. Altımda yoxdur ki, götürəm ondan xərcləyəm. Ona görə telefonumu da satmaq məcburiyyətində qaldım. Çünki kreditini ödəyə bilmirdim. Satıb telefonun kreditini bağladım. Belə, yəni ona görə yeni telefonum da yoxdur artıq. Belə, yəni bu qədər uşaqlar. Sağ olun, salamat qalın. İzlədiyiniz üçün təşəkkür edirəm hamınıza.